Epstein dosyaları 2026-cı ildə ortaya çıxan bütün reallıqlar. Öncəliklə videoya keçməmişdən əvvəl sizlərə bunu deyim ki, bu video rəsmi mənbələrdən əldə olunan bütün Epstein sənədlərinə və Epstein sənədlərinə qarşı olan bütün fikirlər və Epstein sənədlərinin içində keçən həmin o insan adları və yaşanan hadisələr tamamən rəsmi mənbələrdən götürülüb, düzgün şəkildə analiz olunaraq, analitik formatda qısalaşdırılıb, yəni məzmun formatında sizlərə çatdırıram və qeyd olaraq bunu da deyim ki, bu videonun qısalaşdırılmasının səbəbi əsasən bəzi məlumatların hüquqi və YouTube politikası cəhətdən uyuşmamasıdır və həmçinin bu cəhətdən də bəzi görsəlləri və video materialların bu videoda istifadə edə bilməyəcəm. Amma əlimdən gəldiyi qədərilə sizlərə düzgün və ətraflı məlumat çatdırmağa, həmçinin video materialları, həmçinin də şəkilləri yerləşdirməyə çalışacağam. ...2026-cı ildə Amerikanın Birləşmiş Ştatlarında hakimiyyətə qayıdan Donald Trump seçki kampaniyası zamanı vəd etmişdi ki, Epstein sənədlərini deklasifikasiya edəcək. Amma bu vədin arxasında nələr gizlənir? Sualı hələ də cavabsız qalır. Jeffrey Epstein 1953-cü ildə Brooklyn, New Yorkda doğulub və özünü investisiya bankeri kimi təqdim etsə də, əslində qlobal elitanın gizli əyləncələr təşkil edən şəxs kimi tanınırdı. 2005-ci ildə ilk dəfə cinsi istismar iddiaları ilə gündəmə gələn Epstein 2008-ci ildə Non-Prosecution Agreement adlanan qanun pozuntusu ilə 13 ay həbs cəzası aldı və iş günlərində zindandan çıxıb ofisində işləməyə icazə verildi. Bir nəvi demək olsun ki, bu insan türmədə yatmadı. Amma 2019-cu ildə New Yorkda yenidən həbs olunan Epstein gözləmə müddətində intihar etdi və 2021-ci ildə onun ən yaxın əlaqədarı Ghislaine Maxwell 20 il həbs cəzasına məhkum edildi. 2024-cü ildə məhkəmə sənədləri açıqlandı, amma ictimaiyyə gözlədiyi müştəri siyahısını tapa bilmədi və bu səbəbdən suallar daha da dərinləşdi. ...2025-ci ilin fevralında baş prokuror Pam Bondi Fox News-a açıqlama verərək notebook'umda Epstein'in müştəri siyahısı var dedi və bu açıqlama milyonlarla insanı ümidləndirdi. Amma gözlənilən baş vermədi. Justice Department sağçı influencerlara deklasifikasiya edilmiş qovluqları payladı. Amma içindəki məlumatların əksəriyyəti illər əvvəl açıqlanmışdı və insanlar yeni heç nə tapa bilmədilər. İyul 2025-ci ildə Dor rəsmi bəyanat yayaraq Epstein'in heç bir müştəri siyahısı yoxdur dedi və fəaliyyət göstərənlər arasında araşdırma aparmaq üçün kifayət qədər sübut tapılmadığını bildirdi. Həmin vaxt Wall Street jurnalı iddia etdi ki, 2003-cü ildə Epstein 50-ci ad günü üçün hazırlanan albomda Trump'ın adına yazılmış cinsi məzmunlu məktub tapılıb. Amma Trump bunu təkzib edərək qəzetə qarşı məhkəmə iddiası açdı. İyul 2025-də Trump öz tərəfdarlarının gözləntilərini qarşılaya bilmədiyi üçün böyük təzyiq altına düşdü və nəticədə bu tələbləri Demokrat Hoax'ı adlandıraraq köhnə tərəfdarlarına qarşı çıxdı. May 2025-ci ildə Bondi Trump'a xəbər verib ki, onun adı Epstein sənədlərində keçir və içində təsdiqlənməmiş söhbətlər var. Bu isə Trump'ı daha da çətin vəziyyətə saldı. 2026-cı ilin yanvarında nəhayət gözlənilən baş verdi və Justice Department 3.500.000 səhifəli sənəd, 2000 video və 180.000 şəkil açıqladı. Amma bu da son deyildi. Açıqlanan sənədlərdə qurbanlarının şəxsiyyətini aşkar edən məlumatlar səhvlə yayınlandı və sonra saytdan çıxarıldı. Buna görə də qurbanların vəkilləri məhkəməyə müraciət edərək saytın bağlanmasını tələb etdilər. Bütün bu siyasi oyunların arasında unudulanlar var. Qurbanlar. Lisa Phillips deyir ki, Jeffrey bunu özü üçün etmirdi. Adadakı partilər, xeyriyyə tədbirləri, bir çoxları onun nə etdiyini bilirdi. Danny Wilson, qurbanın bacısı, bildirir ki, Ghislaine Maxwell 20 il kifayət deyil. Əgər bağışlanarsa, bu bizə ən böyük təhqirdir. Sarah Ransom məhkəmədə ifadə verərək, mən yalnız nəfəs alan bir cins oyuncağı idim. Bir dəfə adadan qaçmaq üçün uçurumdan ataladım. Amma Maxwell və adamları məni son anda tutdular. Virginia Jeffrey iddia edir ki, Şahzadə Andre məni istismar etdi və bu mənim həyatımı məhv etdi. Maria Farmer isə Epstein və Maxwell mənə
və bacıma təcavüz etdilər. Polis heç nə etmədi deyərək sistemin onları qorumadığını vurğuladı. Bu dediyim bütün açıqlamalar rəsmi yerlərdən götürülüb və bu adın çəkdiyim şəxslər Netflix-ə yayınlanan Epstein belgesəlində iştirak edən həmin insanların verdiyi etiraflardır. Nəticədə Epstein öldü, Maxwell həbsdədir, amma suallar cavabsız qalır. Bəs digərləri? O adada baş verənləri bilən, amma susan yüzlərlə adam hələ də azaddır. 2026-cı ildə açıqlanan milyonlarla səhifəlik sənəd əslində nələri gizlədir? Əsl həqiqət nə vaxt üzə çıxacaq? Have you ever been convicted of a crime? Yes. What was the crime of which you were convicted? Two counts. One, soliciting prostitution and procuring a minor for prostitution. Got a baby, but they can't look after it or anything like that. So if you get a baby, they want the baby. Who do they give the baby to? Do they sell the baby or just give them? They don't just give them, they sell it because they can't really. They sometimes give, but they don't like just give it like borrow, like for like a rent. They give it away because sometimes families are poor. So like in Tanja, there are people who had children and they were really poor. They couldn't afford food for them. So if the families doesn't have money and they get a baby, they sometimes sell it. They eat it, do sex first. How do they eat the baby? Alive? Is the baby alive? No, they inject it to make it go to sleep. And then after, Papa tells us to hold the knife, and then he puts his big hand on. He pushes it into the neck, cuts it, and after, but when it's upside down, so it's like he goes like that. How do the babies become upside down? So you get a string, hang it up, and it's upside down when it's asleep. Well, hang the baby upside down after they inject it? Yes. Miss Martin, the nurse, she injects it. Who is Miss Martin? Miss Martin is a nurse of our school. She does the injecting. She pretends to be kind to my mom and tries to say be kind. And then after she injects. She's the nurse, so she pretends to be kind to mom. And so if I hurt myself, she pretends to be really kind to us and look after us and give us eye patch. She's a member of this cult? Yes, she's And what do they all have? You say they all have a special something that they wear and stuff? Yes, they wear this special kind of shoes. They make What shoes? What special kind of shoes? Baby skin shoes. Daniel, Felix, and Max. Who are Daniel, Felix, and Max? They work at a shoe shop. Daniel and Felix, yes. What shoe shop do they work at? Daniel and Felix, they work in next to the O2 Centre one in this tube station. Where? Just inside the tube station. In the tube station where? What tube station, Daniel? O2 Centre one. O2 Centre where? So in the corner. Which tube station? I think it's the next Waitress. I didn't. Hampstead. Finchley Road Station. What, the tube station? Yes. So when you come in, there's this shop, That's okay, you don't the have to shoe describe shop, it. Just tell me what they do, these fellows. and those fellows, they take off the skin. I don't know how. The skin of whom? Of the baby. The baby. And they make shoes. Yes. And who wears these shoes? Papa, everyone wears the shoes. Everyone in the cult. Yes.